Məktəbəqədər və məktəb dövrü intensiv boy artımı, skeletin və əzələlərin böyüməsi ilə müşayiət olunur. Orqanizmin inkişafı əsasən bu yaşlardan başlayır. Uşaqların düzgün qidalanması bu prosesdə böyük əhəmiyyət daşıyır. Lakin bunu onlara aşılamaq olduqca çətindir. Çünki uşaqların əksəriyyəti ayaqüstü qidalara, fast foodlara üstünlük verir. Ən çox nə yeməyi xoşlayırsınız? Ən çox mən kartoşka pire yeməyi xoşlayıram, bir də burger xoşlayıram. Mənim anam ən çox tərəvəzli yeməklər bişirir, amma mən onları çox da xoşlamıram. Mən ən çox fri kartof, burger, fast foodlar xoşlayıram. Valideynlər isə övladlarının sağlam qidalanması üçün müxtəlif üsullara əl atırlar. Təbii ki, uşaqlara bu vərdişi daha asan aşılamaq üçün valideynlərin özlərinin də sağlam qidalanması vacibdir. Bir valideyn kimi hər zaman istəyirəm ki, övladım sağlam qidalardan qidalansın. Çünki onsuz da biz olmayanda övladımız başqa yerlərdə onsuz da öz sevdiyi, onları bilirsiniz də fast food qidalarını sevirlər. Mən çalışıram ki, evdə adi dərsdə məsəl üçün məktəbə yemək qoyanda da çalışıram ki, ev yeməkləri qoyum. Ət məhsulları, yağsız, süd məhsullarına daha çox önəm verirəm. Məktəbə də uşaqlar üçün qoyanda, yəni səhər yeməyi falan qoyanda təbii ev şəraitində hazırlanmış qidalardan göndərirəm. Mütəxəssislər deyirlər ki, sağlam qidalanmaya daha kiçik yaşlardan başlamaq lazımdır. Çünki bu dövrdə tərəvəz, zülal və karbohidratlı yeməkləri müxtəlif formada təqdim edərək onları buna alışdırmaq mümkündür. Həmçinin yemək vaxtı bəzi nüanslara da diqqət olunmalıdır. Məktəbə qədər yaşlı uşaqlar daha çox vaxtlarını evdə və ya bağça mühitində keçirirlər. Ona görə də qeyd etdiyim bu faktor çox önəmlidir. Bəzi məsləhətlər verə bilərik bununla bağlı. Daha çox ev şəraitində hazırlanan qida məhsullarını, yemək vərdişi aşılanmalıdır uşaqlara. Planlaşdırılmamış qeyri-təbii qidalarla qidalanma maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Uşaq yemək yeyərkən onun oturaq vəziyyətdə olmasına diqqət edilməlidir. Uşaqların normal şəkildə inkişafı üçün gün ərzində 3 ana və 2 ara yemək olmaqla 5 dəfə qidalanma şərtdir. Həmçinin bəzi vitamin və minerallı qidalar uşaqların rasionunda daha çox üstünlük təşkil etməlidir. Mütləq səhər yeməklərini qidalandıranda ilkin olaraq şirin, şəkərli, şirin çay, bu kimi qidalara üstünlük verilməsin və mütləq səhər zülal məhsulu və protein üstünlükli, bunlar yumurtadır, pendirdir və digər süd məhsullarını əvəz edə bilər və yaxud da hər gün zeytundur və bu qidalarla qidalanarsa uşaq günlük olaraq səhər qidasında lazım olan vitamin mənbəyini almış olur. Əlbəttə, uşaqların sağlam fiziki və zehni inkişafı üçün yalnız qidalanma kifayət etmir. Həmçinin onların gün ərzində aktiv fiziki məşğuliyyəti olmalı və tez-tez təmiz havaya çıxmalıdır. Salatın Pirmuradova, Emin Tağıyev, Vahid Zalov, Telesəhər.